İnsanların gizli saxladığı iç yüzləri var. Bunları aid etmənin bir yolu da heyvanlarla olan rəftarlarıdır. Fillər hər gün eyni yolu keçən məxluqlardır. Bunu görən fil ovçuları filə tələ qurur və onu çuxura salırlar. Sonra qara paltarda gəlib fili yaxşıca döyürlər. Bir-iki gün keçəndən sonra ağ paltarda gəlib fili xilas edirlər. Fil artıq onları öz xilaskarı kimi görür. Həyatda da belədir. Nə qədər ki, getdiyiniz yolda gözü bağlı şəkildə hərəkət etsəniz, bir o qədər çox tələyə düşəcəksiniz. Ta ki, baxmaqla görmənin fərqinə varıncaya qədər. Baxmaq gözlə olur, bilməkdir. Görmək isə ağıl işidir, anlamaqdır. Baxanda keçirik, görəndə isə seçim edirik. Baxdıqca sevirik, gördükcə isə heyran oluruq. Gözlərinizi nəyə öyrəşdirsəniz, həyatda da elə davam edəcəksiniz. Ya dərin-dərin görüb yaşamalıyıq, ya da baxıb keçməliyik. Baxdığınız hər yerdə, hər şeydə ən gözəlini və ən doğrusunu görməyinizi arzu edirəm. Gününüz uğurlu olsun.